Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz un məmulatlarının hazırlanma texnologiyası və paxlava. Gəlin baxaq müəllimlər. Un məmulatlarının hazırlanma texnologiyası nədən ibarətdir? Hər bir un məmulatını hazırlamağı üçün əvvəlcə nə edirik müəllimlər? Unu ələkdən keçiririk, unu əliyirik. Ələnmiş un yoğrulan zaman necə olur? Xəmir yüngül olur, xəmir tez acıyır, xəmir yaxşı yayılır. Deməli, unu biz əliyirik ki, xəmirimiz həm yüngül olsun, həm tez yayılsın, həm də tez acısın. Əgər xəmir nişasta əlavə edilmiş undan hazırlanırsa, onda nə etməliyik? Nişasta əlavə edilmiş undan hazırlanarsa, nişasta ilə un qarışdırılır və birlikdə ələnir. Ola bilsin ki, testlərdə verilsin. Birinci nişasta ələnir, sonra un. Müəllimlər, burada diqqətli oluruq. Hər ikisini birlikdə qarışdırırıq və birlikdə əliyirik. Bu qayda bütün növ xəmirlərə aiddir. Sonra ayrıca ləyənə duz və ilıq su tökürük. Ona hissə-hissə un əlavə edib xəmir yoğururuq. Duz və ilıq su tökdük, sonra hissə-hissə un tökdük, xəmir yoğurduq. Ərzaq siyahısından kənara çıxmasaq, daha dadlı un məmulatı əldə edə bilərik. Xəmirin növündən və ona əlavə edilən ərzaqlardan çox şey asılıdır. Xəmir yoğurmaq üçün götürülən suyun temperaturu necə olmalıdır müəllimlər? Götürülən suyun temperaturu mayalı xəmir üçün ilıq olur. Mayalı xəmir üçün ilıq olur. Qat-qat və yağlı xəmir üçün isə qat-qat, yağlı xəmir üçün isə sərin olur. Yayan zaman yapışmasın deyə xəmirin altına nə səpirik müəllimlər? Bol miqdarda un səpirik. Bu zaman oxlov da unlansa, işləmək daha rahat olar. Deməli, mayalı xəmirdə ilıq sudan istifadə etdik. Qat-qat xəmirdə və yağlı xəmirdə sərin sudan istifadə etdik. Mayasız xəmirin köpürdülməsi üçün isə sirkədə söndürülmüş soda və yaxud da ki, qabartma tozu işlətdik. Deməli, mayasız xəmiri necə köpürtdük? Söndürülmüş soda və yaxud qabartma tozu əlavə etdik. Xəmiri yaxşı qarışdırırıq, hövkələyirik. Kündə kimi yumrulayıb üzərinə nəm çay dəsmalı örtüb 10-15 dəqiqə dincə qoyuruq. Bəli, müəllimlər, ola bilsin ki, sual düşsün. Kündələri neçə dəqiqə dincə qoymaq lazımdır? Kündələri 10-15 dəqiqə dincə qoyuruq. Deməli, bu slayda nəzər salaq müəllimlər. Suyun temperaturu necə olmalıdır? Suyun temperaturu mayalı xəmirdə ilıq olmalıdır. Qat-qat yağlı xəmirdə sərin olmalıdır. Mayasız xəmirin köpürdülməsində sirkədə söndürülmüş soda və yaxud da ki, qabartma tozu işlədilir. Ola bilsin ki, boş soda da versin, sirkədə söndürülmüş soda da versin testdə. Bəli, sirkədə söndürülmüş soda və yaxud da qabartma tozu işlədilir. Müəllimlər, biz xəmir üçün unu niyə ələdik? Unu ələdik ki, tez acısın, yüngül olsun, yaxşı yayılsın. Azərbaycan kulinariyasında şirniyyatlar iki növdə olur. Birinci növ və ikinci növ. Birinci növ mayasız, qalın xəmirdən hazırlanmış yağlı. İkinci növdə isə yağlı, şəkərli məmulatlar. Deməli, birinci növdə mayasız, qalın xəmirdən hazırlanmış yağlı. İkinci növ isə yağlı, şəkərli məmulatlardır. İkinci növ şirniyyatlara şəkər qoz qarışığı içliyi olan şəkər buradır, paxlavadır, mütəkkədir və s. aiddir. Baxın, bütün bu sadalananlar
olduqca şirin və qidalıdırlar. Bütün bu sadalanan məmulatlar olduqca şirin və qidalıdırlar. Onların xəmiri üçün hansı növ? Əla növ un işlədirik. Deməli, kulinariyada şirniyyatlar 2 növdə oldu. Birinci növ mayasız qalın xəmir, eyni zamanda da yağlı xəmir. İkinci növ isə həm yağlı, həm də şəkərli məmulatlar. İkinci növə şəkər qoz qarışığı da aiddir. Şirniyyat məmulatı olan paxlava, gəlin görək nədir? Şirniyyat məmulatı olan paxlava nədir? Paxlava bir-birindən nəyinə görə fərqlənir müəllimlər? Baxın, 1, 2, 3, 4 fərqi var. Birinci fərq xəmirinə görə, ikinci fərq bəzədilmə üsuluna görə, üçüncü fərq içliyinə görə, dördüncü fərq şərbətin tərkibinə görə. Deməli, həm xəmirinə, həm bəzədilmə üsuluna, həm içliyinə, həm də şərbətin tərkibinə görə. Bəli, bax bu gördüyümüz paxlava əsasən qoz, fındıq, badam içlikli şirniyyat növüdür. Qoz, fındıq, badam içlikli şirniyyat növüdür. Azərbaycanın müxtəlif bölgələrində hazırlanan paxlava həm adı ilə, həm də tərkibi ilə bir-birindən fərqlənir. Həm adı ilə, həm də tərkibi ilə bir-birindən fərqlənir. Bakı paxlavası, Naxçıvan paxlavası, Şuşa paxlavası, Quba, Şəki, Gəncə paxlavası, ərişdə şəkilli paxlava. Ola bilsin ki, müəllimlər, Bakı paxlavasını görüb seçə bilərik. Uyğunlaşdırmada Naxçıvandır, Şuşadır və ərişdə şəkilli paxlava görəndə deyərik ki, yox, bu paxlava növü deyil. Müəllimlər, ərişdə şəkilli paxlava da var. Burada şəkillərdə vermişəm. Şəki paxlavası, Quba paxlavası, Gəncə paxlavası, bax bu üzərində ağ olan Gəncə paxlavasıdır. Onlar mayalı, mayasız, qat-qat. Baxın, mayalı, mayasız, qat-qat növ xəmirlərdən hazırlanır. Hər bir halda üstünlük ənənəvi, baxın bu gördüyümüz ənənəvi rom şəkilli doğrama üsuluna verilir. Deməli, müəllimlər, paxlavalar bir-birindən nəyinə görə fərqləndi? Həm xəmirinə görə, həm bəzədilmə üsuluna görə, həm içliyinə görə, həm də şərbətin tərkibinə görə. Paxlava əsasən hansı növdə oldu? Paxlava əsasən qozdan, fındıqdan və badam içlikli şirniyyat növündə ola bilir. Bəs paxlavalar hansı növ xəmirdən hazırlanır? Deməli, mayalı olur, mayasız olur və qat-qat olur. Əsasən də rom şəkilli doğrama üsuluna üstünlük verilir. Hansı paxlava növlərini tanıyırıq? Quba paxlavası, Gəncə, Şəki, Quba demişdim səhvləmirəmsə, Şuşa, Naxçıvan, Gəncə və ərişdə şəkilli paxlava. Bax, bu növləri tanıyırıq. Deməli, belə müəllimlər. Paxlava bişirməyin ümumi qaydaları hansılardır? Gəlin qaydalara fikir verin. Paxlavanı dayaz qabda bişirməliyik, dayaz tavada. Dayaz tavada bişirməliyik. Dayaz metal tavada bişiririk. Ola bilsin ki, bizə ardıcıllıqlar versin. Paxlavanın hazırlanma ardıcıllığına, qaydalarını ardıcıllığa görə düzün və yaxud da ki, uyğunlaşdırın. İlk öncə, müəllimlər, çəkilmiş ləpə. Hansı ki, çəkilmiş ləpə nə ola bilər? Qoz ola bilər, fındıq ola bilər, badam ola bilər. Deməli, ləpəni neyinirik? Şəkərlə qarışdırırıq. Ləpə ilə şəkəri qarışdırdıq. Paxlava xəmiri tavaya lay-lay qoyulub, əvvəlcə yağlanır. Bəli, əvvəlcə yağlayırıq. Sonra aralarını nazik, eyni miqdarda içlik səpirik. Deməli, ilk öncə şəkərlə ləpəni qarışdırdıq. Sonra tavaya lay-lay qoyduq, yağladıq. Daha sonra aralarına eyni miqdarda içlik səpdik. Və sonra
Qoz və şəkər içlikli laylar bir-birinin üzərinə kip oturdular. Sobaya verməmişdən öncə doğrayırıq. Sonra üzərinə yumurta sarısı çəkirik. Ardıcıllığa fikir verək. Ləpə ilə şəkər qarışdırıldı. Laylay qoyub yağlandı. Aralarına eyni miqdarda içlik səpildi. Laylar bir-birinə kip oturduldu. Sobaya verməmişdən öncə doğrandı və yumurta sarısı çəkildi. Daha sonra paxlava laylarının arası əvvəldən yağlanmasına baxmayaraq, bişirilən zaman fasilə verilir, tava sobadan götürülür, üzərinə nə əlavə edilir? Yağ əlavə edilib, yenidən sobaya qoyulur. Hazır bişmiş paxlavanın üzərinə biraz gözlədikdən sonra nə tökürük müəllimlər? Şərbət. Şərbət gəzdiririk. Bəli, hazır bişmiş paxlavanın üzərinə şərbət gəzdiririk. Şərbət paxlavaya xüsusi dad verir, yumşaqlıq verir. Paxlava əsasən mayalı xəmirdən hazırlanır. Amma paxlavanın mayasız xəmirdən bişirilən növləri də var. Bəli, əsasən mayalı xəmirdən hazırlanır, amma mayasız xəmirdən də hazırlana bilir. Ardıcıllıq necə idi müəllimlər? Əvvəlcə ləpə ilə şəkər qarışdırıldı. Sonra xəmir laylay qoyulub, yağlandı. Sonra eyni miqdarda içlik səpildi. Sonra laylar bir-birinə kip oturduldu. Sobaya verməmişdən öncə doğrandı. Sonra yumurta sarısı çəkildi və sonra sobadan çıxarılıb, üzərinə yağ əlavə edilib, yenidən sobaya qoyuldu və ən sonda, bax buna fikir verək, ən sonda şərbət gəzdirilir. İlk başlayanda ləpə ilə şəkəri qarışdırdıq, bitəndə də şərbət gəzdiririk. Paxlava dedik ki, mayalı xəmirdən əsasən hazırlanır, amma mayasız xəmirdən də hazırlanan paxlava növləri var. Paxlava üçün içlik necə hazırlanır? Gəlin baxaq müəllimlər. İçlik sadə üsulla hazırlanır. Qovrulmuş, üz qabığı təmizlənmiş, üyüdülmüş qoz ləpəsi və şəkər tozundan ibarət olan içliyin hər iki tərkib hissəsi eyni çəkidə götürülür. 100 qramdırsa 100 qram, 300 qramdırsa 300 qram. Yəni şəkərlə ləpə eyni olmalıdır. 500 qramdırsa 500 qram. Paxlava içliyi fındıqdan olarsa, ləpə qovrulmalıdır və üz qabığı təmizlənməlidir. Bəli, fındıqdan olarsa, nə edirik? Qovururuq, üz qabığını təmizləyirik. Badam içlikli paxlava üçün isə badam ləpələrini bir neçə dəqiqə qaynar suda saxlayıb, üz qabığını çıxarmaq lazımdır. Deməli, biz qozdan hazırlanmış ləpəni neynədik? Əvvəlcə qovurduq, qozdan hazırlanmış ləpəni. Sonra üz qabığını təmizlədik, sonra üyütdük. Fındıqdan hazırlanmış ləpəni də qovurduq, üz qabığını təmizlədik və sonra da üyütdük. Bəs badam içlikli paxlava üçün neynədik? Badam içlikli paxlava üçün isə badam ləpələrini bir neçə dəqiqə qaynar suda saxlayırıq. Bəli, bax bura diqqətlə baxaq müəllimlər, qaynar suda saxlayırıq, sonra üz qabığını çıxarırıq. Deməli, qozla fındıq qovrulur, amma badam isə nə olur? İlk öncə qaynar suda saxlayıb üz qabığını çıxarırıq. Gəlin diqqətlə baxaq müəllimlər, paxlava içliyi qovrulmuş və təmizlənmiş ləpə. Baxın, qoz da ola bilər, fındıq da ola bilər, badam da ola bilər. İlk öncə üyüdülür. Qovrulmuş və təmizlənmiş ləpə üyüdülür. 500 qram ləpəyə 500 qram şəkər tozu əlavə edilir. Darçın və hili unutmuruq müəllimlər. Darçın və hilin nisbəti paxlavanın müxtəlif növləri üçün dəyişir. Bəli, darçın və hilin nisbəti paxlavanın növünə görə dəyişir. Qoz və şəkərdən başqa 2 ədviyyat, növ ədviyyat, darçın və hildə qovrulub üyüdüldükdən sonra içliyə qatılır.
Bəli, darçın və hili də üyüdürük, qovurub üyüdürük və nə edirik? İçliyə qatırıq. Qozu da qovurub üyütdük. Fındığı da, fikrimi unutdum. Qozu da üyütdük, fındığı da üyütdük. Yəni ayrı-ayrı da eləyə bilərik biz bunları. Darçın və hil də qovurulub, üyüdüldükdən sonra içliyə qatıldı. Gəlin şərbətin hazırlanma texnologiyasına baxaq müəllimlər. Gəlin görək şərbəti necə hazırlayırlar. Hazır paxlavanın üzərinə ya şəkər, ya bal, ya da şəkər və bal qarışığından ibarət şərbət gəzdirilir. Bəli, biz şərbətin 3 növünü öyrənirik. Ya şəkər, ya bal, ya da şəkər və bal qarışığı. Şərbətə ədviyyat əlavə edilir. Gəlin bal şərbətin hazırlanmasına baxaq müəllimlər. Bal şərbəti üçün bizə 500 qram bal lazımdır. 500 qram balı 100 qram suda. Su nə qədərdir müəllimlər? 100 qram. 500 qram bal, hardasa yarım kilo bal və 100 qram su. Bunları həll edirik. Hazır bal şərbəti qaşıqdan süzülərkən sap kimi uzanmalıdır. Bəli, sap kimi süzülməlidir, uzanmalıdır. Və bu olacaq bizim bal şərbətimiz. Deməli, balımız nə qədər idi? 500 qram. Suyumuz nə qədər idi? 100 qram. Gəlin indi bal, şəkər qarışıqlı şərbət hazırlanmasına baxaq. Bal, şəkər qarışıqlı şərbət. 1 stəkan yarım, 1,5 stəkan şəkər tozu, 2 stəkan su götürdük. Bəli, 1,5 stəkan şəkər tozu, 2 stəkan su götürdük. 200 ml də bal götürdük. Deməli, 1,5 stəkan şəkər tozuna 2 stəkan su əlavə etdik. Bişirdik. Üzərində əmələ gəlmiş köpüyü götürdük. Şəffaf şərbətə 200 qram bal qatdıq və nazik saf süzülənədək qaynatdıq. Ola bilsin ki, bizdən ardıcıllıq istəsin. Bal şəkər qarışıqlı şərbəti hansı ardıcıllıqla hazırlayırlar? Gəlin baxaq. İlk öncə şəkər tozu ilə 2 stəkan suyu qarışdırdıq. Əlavə etdik daha doğrusu. Əlavə etdik. Bu bizim ilk mərhələ. Bişirdik. Bişirdik. İkinci mərhələ. Köpüyün götürdük. Səsim batdı. Köpüyü götürdük. Oldu. Üçüncü mərhələ. Və sonra bal qatdıq. Dördüncü mərhələ. 200 qram bal qatdıq. Ən sonda nazik saf kimi süzülənədək qaynatdıq. Bu da oldu 5-ci mərhələ. Gəlin baxaq müəllimlər. Şəkər şərbəti isə şəkər tozuna su, ədviyyat əlavə etməklə hazırlanır. Şəkər şərbətinə şəkər tozuna, şəkər şərbəti isə şəkər tozuna su və ədviyyat əlavə etməklə hazırlanır. 1 stəkan şəkər tozu 0,5 stəkan suya qatılır. Şəkər tozumuz nə qədər oldu? 1 stəkan. Bəs su nə qədər oldu? Yarım stəkan. Deməli, şəkər tozu suya nisbətən çox olacaq. Zəncəfil nə qədər qatırıq? 0,5 çay qaşığı. Diqqətlə baxaq müəllimlər. Testlərdə düşür. 0,5 çay qaşığı zəncəfil, portağal qabığı, limon əlavə edilməklə 5 dəqiqə ərzində qaynadırıq. Ola bilsin ki, bizdən soruşsun ki, şəkər şərbəti nə qədər qaynadılır? Bəli, biz buna daha diqqətlə fikir verməliyik ki, şəkər şərbəti 5 dəqiqə ərzində qaynadılır. Belə şərbət ətirli və dadlı olur. Nələr vurduq şəkər şərbətinə? 1 stəkan şəkər tozu, onun yarısı qədər 0,5 stəkan su, 0,5 çay qaşığı zəncəfil, portağal qabığı, bir də limon. 5 dəqiqə qaynatdıq. Şəkər şərbəti hazırdır. Yaxşı müəllimlər, gəlin biraz sual cavab eləyək. O hansı şərbət növü idi ki, biz ona
500 qram bal əlavə etdik və 100 qram suda biz onu həll etdik. Bəli, müəllimlər, bal şərbəti idi. Bəs o hansı şərbət növü idi ki, biz ona 200 qram bal əlavə etdik? Bəli, bal, şəkər şərbəti idi, ikisi birlikdə. Bəs o hansı şərbət növüdür ki, orada şəkər tozunun miqdarı suya nisbətən çoxdur? Bəli, bu da şəkər şərbətidir. Belə müəllimlər, diqqətlə baxaq. Təhlükəsizlik və sanitariya qaydaları. Yanğının olmaması üçün asan alışan əşyaları sobaya yaxın yerləşdirmək olmaz. Asan alışan əşyaların sobanın yanında işi yoxdur. Uşaqları isti sobaya yaxın buraxmaq olmaz. Uşaqların da sobanın yanında işi yoxdur. Bax, bunu yadımızda saxlayaq. Paxlava olan qabı isti sobadan tutqac və ya əlli ilə götürmək lazımdır. Un məmulatlarını hazırladıqda əllərin təmizliyinə riayət etmək lazımdır. Bəli, əllərin təmizliyinə riayət etməliyik. Baş geyimindən və ya yaylıqdan istifadə edərək saçları örtmək lazımdır. Bəli, bunu da tündləşdirirəm. Baş geyimindən və yaylıqdan istifadə edərək saçları örtmək lazımdır. Belə müəllimlər, bizim mövzumuz bu qədər. Ümidvaram ki, asan mövzudur və daha yaxşı yadda saxladınız. Özümüz üçün qeydlər götürüb biliyimizi gücləndiririk, testlərlə möhkəmləndiririk və Allah sizə zeyin açıqlığı versin. Sağ olun müəllimlər.